dedim ki, gedibdi həkimə. Həkim də deyib ki, dəymə də, bunlar bütün sinirlərdədir. Nə qədər yaşaya bilirsən, yaşa. Hələ bilinmir nədir. Hələ bilinmir. Mən də ona dedim ki, mən sənə kurkumin verəcəm. Demişəm, sonra da dilimin bəlasına düşürəm axı. O bahalıqda kurkumini heç yeri gəlmir. Çox vaxt özümüzü alıb qıyıb içə bilmirik. Karoçi nə oldu? Allah istədi. Onun bəxtində var imiş, qismətində var imiş. Kurkumin düşdü padarkaya. İndi mən onu götürüb verəcəm ona. Sonra da paylaşacağam. Əminəm ki, bu nəticəni paylaşanda deyəcəm ki, xanımlar, seminarların birində belə şeylər sizə demişdim. İndi yaxşı nəticə almışıq, işlər azalıbdır. Xəlidəm, xoş gəldin. Qız, nereye getmişdiniz öyle? Abi, iki dənə link açılıb. İki dənə link açılıb, biz o birisində oturmuşuq. Mən də deyirəm, millət hardadır? 3-5 nəfər orada adam var. Akazı hamısı buradaymış. Neynək başlayaq? Çox gecikdik. Mən də oturub orada gözləyirəm. Tamam. Başlayaq qızı biz öldürək. Başlayaq. Deməli, kampaniya hədiyyələri haqqında bugün danışmaq istəyirdik. Səsim yaxşı gəlir? Əla gəlir. Kampaniya hədiyyələri haqqında danışmaq istəyirdik. Birinci başlamaq istəyirəm kurkumindən. Kurkumin biraz mövzusu uzundur. Həm də o biri hədiyyələr haqqında. Zaten kurkumin istəyirik sizdən, Xəlidə. O biri hədiyyələri Salə müdürüm də bizə keçmişdi seminarın. Təbii ki, yenə də geri dönüşlər sizdən eşitmək istəyəcəyik. Əminəm ki, çoxdur. Həm də ki, kurkumin biraz mövzusu uzun olacaq, faydaları çoxdur. Deməli, biraz hazırlıqsız olduğuma görə şparqalkadan istifadə edəcəm, üzrlü sayasız. Deməli, kurkumin bildiyiniz kimi sarı kök bitkisinin kökündən əldə olunan bir maddədir. Kurkumin həmin o kökə sarılıq, o sarılığı rəngi verən həmin o maddədir. Yəni, o kökün sarılığı da bu maddənin rəngindəndir. Həmin bitki zəncəfil kimilər ailəsinə aiddir və qidalarda rəngləndirici olaraq da istifadə olunur. Y100 kodu ilə işarələnir. 4000 il bundan əvvəl Çin təbabətində və hindlilərin Ayurveda, yəni o da bir növ təbabət kitabıdır, bəlkə də eşitmisiniz. O kitabda çox adı çəkilir kurkuminin. Həmin vaxtlar onu iltihab əleyhi istifadə ediblər. Dərinin yaxşılaşdırılması üçün istifadə ediblər, yaraların sağalması üçün istifadə ediblər. Bir də kurkumin hazırda bu son 10 illiklər məşhurlaşıb. Bu da elmi araşdırmalar nəticəsindədir. Elmi araşdırmalar aparılıb və məlum olub ki, kurkuminin çox faydaları var. İlkin olaraq iltihab əleyhi xüsusiyyətidir. İltihab götürücüdür. Xroniki iltihabı aradan qaldırır. Ümumiyyətlə bizim indi hazırda həyat tərzimiz, qidalar və s. və laxır, o stres faktorlar, bunlar hamısı bədəndə xroniki iltihaba səbəb olur. Bəzən yorğunluq, əzginlik hiss edirik. Bu yorğunluğun səbəblərindən biri xroniki iltihabdır. Təbii ki, həmişə yox, amma xroniki iltihab da bizə yorğunluq, əzginlik verir. İnsan hərəkət eləmək istəmir, heç nə eləmək istəmir. Sadəcə pasiv şəkildə oturaq həyat tərzi sürür. Bu əzginliyin səbəblərindən biri xroniki iltihab ola bilir. Təbii ki, digər vitamin, mineral çatışmamazlıqlar, qan azlığı, D vitaminin çatışmamazlığı və s. bunların da rolu var. Həmin o yorğunluq, əzginlik ki, hiss edirik onda. Amma səbəblərindən biri də bax bu xroniki iltihabdır. Ona görə bir çox insanlar
bizim o zəncəfil zərdəçal qida əlavəmiz var. Onu qəbul eləyəndən sonra və yaxud da ki, bu hazırda bu hədiyyədə olan kurkumini qəbul eləyəndən sonra geri dönüş eləyirdilər ki, mən enerjili olmuşam, gümraham, yüngüləm, bütün gün iş görürəm, yorulmuram, özümü çox yaxşı hiss eləyirəm. Bunu kimi geri dönüşlər olurdu. Antioksidantdır. Antioksidant xüsusiyyəti hamımız bilirsiniz, artıq dəfələrlə təlimlərdə bunu demişik. Antioksidant nə deməkdir? Sərbəst radikallardan orqanizmi qoruyur. Bir də immun modulyasiya xüsusiyyəti var kurkuminin. İmmuniteti modulyasiya edir, yəni qaydasına qoyur, zəifdirsə möhkəmləndirir, gücləndirir. Müəyyən ağrı-kəsici xüsusiyyəti ola bilər. Bu artıq vəziyyətdən asılı olaraqdır. Niyə görə vəziyyətdən asılı olaraq? Artrit kimi xəstəliklər var ki, burada gedişat belədir ki, yenə iltihab olur sümüklərdə və bu iltihab ağrı verir. Kurkumin iltihabı götürdüyünə görə ağrı da azalır və müvafiq olaraq insan düşünə bilər ki, kurkumin ağrı kəsici xüsusiyyəti var. Yəni, belə bir əsas xüsusiyyəti yoxdur. Sadəcə bu gedişatdan, xəstəlikdən asılı olaraq bəzi hallarda bu şəkildə təsir eləyə bilir. Antibakterial bir də virus əleyhi xüsusiyyəti var. Bu da infeksiyalarda, xəstəlik zamanı tez sağalıb ayağa durmağınıza kömək eləyəcək. Bir də həzmə təsir eləyir, həzmi yaxşılaşdırır, köp ağırlıq hissini aradan qaldırır. Bu da öd qovucu xüsusiyyətindən irəli gəlir. O insanlardakı öd qatıdır, öd ifrazı zəifdir. O insanlarda öd qovucu təsir eləyir və həzm yaxşılaşır. Öd çatışmayan insanlarda, öd qatı olan insanlarda bu cür hisslər olur həmişə yeməkdən sonra. Köp, həzmsizlik, bu ödün çatışmamazlığı ilə bağlıdır. Kurkumin öd ifrazını artırdığına görə bu xüsusiyyətlər, bu əlamətlər aradan qalxır. Neuroprotektor xüsusiyyəti var, yəni sinir hüceyrələrini qoruyur və hətta müəyyən dərəcədə yeni sinir hüceyrələrin əmələ gəlməsində, yəni regenerasiyasında da iştirak olunduğu bəzi çalışmalarda görülüb. Çəkin azalmasına müəyyən qədər təsir eləyir, deyəcəm nəyə görə. Əhval-ruhiyyənin yaxşılaşdırılmasına təsir eləyir, antidepressiv təsir eləyir. Bu da yenə sinirlərlə əlaqədardır. Bir də dərinin yaxşılaşmasına səbəb olur. Kurkumin, yox, onu sonda deyərəm. Onu sonda deyəcəm. Deməli, artrit zamanı kurkumin necə təsir eləyir, bizə necə kömək eləyir? Xüsusi iltihab fermentləri var. Hansı ki, iltihab yaradır orqanizmdə. Kurkumin bunların aktivliyini azaldır, yəni bastırır. Sitakinlərdir, interleykin 6 və s. və ilaxır. Bunlar ödem və ağrı əmələ gətirirlər. Kurkumin onların aktivliyini bastırdığına görə ağrı və şişkinlik gedir artrit olan insanlarda. Bir də kurkuminin təsiri qeyri-steroid iltihab əleyhi preparatların təsirinə bərabərdir. Yəni, eyni onlar kimi bədənə iltihab əleyhi təsir eləyir, lakin onların orqanizmə vurduğu zərəri vurmur. Yəni, onların verdiyi əks təsiri vermir, amma onların iltihab əleyhi təsiri kimi ona bənzər təsir göstərir orqanizmə. Və nəticədə ağrı azalır, iltihab
hərəkətliliyi artır, xəstə rahat hərəkət eləyə bilir. Ondan əvvəl əgər ağrıdan hərəkət eləyə bilmirsə, artıq rahat hərəkət eləyir və bir də ödem aradan qalxır. Diabetdə kurkumin kömək eləyir, xüsusən də 2-ci tip diabetdə. Necə təsir eləyir? Necə fayda verir? Bilirik ki, 2-ci tip diabetdə problem nədən ibarətdir? Hüceyrələr insulinə qarşı həssaslığını itirir. Yəni, insulinə qarşı artıq bir növ belə tanımırlar da, belə loru dildə deyək, insulini tanımırlar. Kurkumin insulini, hüceyrələrin insulinə həssaslığını artırır, yəni onu tanımağa başlayırlar və bunun səbəbi ilə qanda həmin o başıboş dolaşan şəkər, əslində başıboş dolaşmır, insulin onu yerbəyer eləyir. Amma normalda insulinə həssas olanda hüceyrələr, şəkər hüceyrənin içinə girmir, hüceyrə ac qalır. Ona görə həmin insan daim yemək yemək istəyir. Daim yeyir, amma o yediyi hüceyrənin daxilinə getmədiyinə görə həddindən artıq yeyə bilir və bu həddindən artıq yedikləri də nə olur? Ehtiyat olaraq piy toxumasına oturur. Kurkumin hüceyrənin insulinə həssaslığını artırır, hüceyrə enerji ala bilir, doyur və müvafiq olaraq insan da doyur, artıq həddindən artıq yemək yemir. Bu səbəblə müəyyən qədər arıqlamağa kömək eləyir kurkumin. İkinci, qanda şəkərin səviyyəsini aşağı salır, glikohemoqlobinin səviyyəsini aşağı salır. Bir də kurkumin mədə-altı vəzin iltihabını aradan qaldırır və beta hüceyrələri qoruyur. Ürək damar xəstəliklərində kurkumin faydalıdır. Nə cür faydalıdır? Aterosklerozda, hipertoniyada nə cür fayda verir? Əvvəla damarların, divarların iltihabını aradan qaldırır. Damarların endotelin, yəni o daxili təbəqəsinin vəziyyətini yaxşılaşdırır. Spazm və tromb riskini aradan qaldırır. Pis xolesterini aşağı salır, yaxşı xolesterini qaldırır. Və bu səbəblə də ürək damar xəstəliklərində faydalıdır. Alzheimer xəstəliyində kurkumin faydalıdır. Nə kimi? Neyronların iltihabını aradan qaldırır və oksidativ stresi aradan qaldırır. Neyronları qoruyur və əlavə olaraq da neyron əmələ gəlməsinə də stimul verir. Neyron bilirsiniz, sinir hüceyrələridir. Bir də Parkinson xəstəliyində də fayda verir. Parkinson xəstəliyində də faydası ondan ibarətdir ki, yenə də dopamin neyronları var. Onların dağılmasının qarşısını alır, onları qoruyur. İltihab və oksidativ stres, yəni beyində iltihab və oksidativ stresi aradan qaldırır və hansı ki, hərəkətə cavabdehdir. Parkinsonda bilirsiniz ki, insanlar öz hərəkətlərini, Parkinson xəstəliyi olan insan hərəkətlərini kontrol eləyə bilmir və əllərində tremor olur. Tremor yəni əsmə. Və məhz həmin bu mərkəzə təsir elədiyinə görə kurkumin, əsmələr müəyyən qədər azalır. Bağırsaqlara kurkumin necə faydalıdır? Bağırsağın selikli qişasını sakitləşdirir. Bu, əsasən də qıcıqlanmış bağırsaq sindromunda da fayda verəcək. Bir də Kron xəstəliyində. Patogen bakteriyaların artımının qarşısını alır. Faydalı bakteriyaların artımını da dəstəkləyir. Lactobacillar və bifidobakteriyalar qidalanaraq çoxalır. Yəni kurkumin onların çoxalmasını və müvafiq olaraq da bağırsaq florasının bərpasını
bərpasına kömək eləyir. Aleykum salam. Bir də ödqovucu xüsusiyyəti var və bu ödqovucu xüsusiyyəti sayəsində də yenə köpü həzmsizliyi aradan qaldırır. İnsulin səviyyəsini tənzimləyir. İnsulin direncini dedik, aradan qaldırır. Sonra müəyyən qədər iştahı kontrol eləyən, iştahı tənzimləyən hormonlara təsir eləyir. Leptindir bu, adiponektindir. Çəki atmaya səbəb həm də bağırsaq florasını düzəltməsi və metabolizmi dəstəkləməsidir. Bu səbəblə də çəki atmağa kömək edir kurkumin və bir də pi toxumalarının, yeni pi toxumalarının əmələ gəlməsini qarşısını alır müəyyən qədər. Yəni bu da kökəlməyin qarşısını alır, belə deyək, bu səbəblə. Xalidə Bronzum, bir sual verim bunun arasında, sual yaranır. Deməli, zob xəstələri və bir də qoltuq altı limfaların, sinədə olan limfaların böyüməsinə nə kimi təsir edir? Ümumiyyətlə, harada iltihab varsa, zob, misal üçün Hashimoto'da. Hashimoto'da iltihab olur. Keçən dəfə nəticələr də paylaşdılar qrupda. Bir neçə xanımın səsi idi, hansı ki, kurkumin qəbulundan sonra vəziyyətləri yaxşılaşıb. Bir də limfalar. Limfalar da əsasən iltihabdan şişir. Yəni, bu səbəblə kurkumin istifadə edən onun xeyrini görəcək. Sadəcə bir kapsuldan yox, yəni hardasa heç olmasa günə 3 kapsuldan mən tövsiyə eləyərdim. Çünki adətən müalicəvi dozalar başlayır 200, 400, 500 milliqram və yuxarı. Bizdə isə kurkumin kapsulda 50 milliqramdır. Yəni ona görə burada indi xanımlar eşidir məni. Müalicəvi olaraq istifadə edirlərsə, hardasa heç olmazsa 3 kapsuldan qəbul eləsinlər. Kurkumin nə cür olmalıdır, yaxşı sorulsun, mənimsənilsin və bunu nə vaxt qəbul eləmək lazımdır? Bunu axıra saxlamışdım bayaq. Kurkumin daha yaxşı mənimsənilir yağda həll olanda. Bu birinci məqam. Bir də piperinlə bir yerdə olmalıdır. Piperin onun mənimsənilməsini hardasa bir 2000%-ə qədər artırır. 200-də yox, 2000%-ə qədər artırır. Ona görə piperinlə qəbul olunması tövsiyə olunur. Yağda həll olunmuş formada tövsiyə olunur ki, bizdə də kurkumin məhz bu formadadır. Həm yağda həll olunmuş formadadır, həm piperinlə bir yerdədir. Yenə də yemək vaxtı əsasən də yağlı yeməklə qəbul eləmək tövsiyə olunur. Həm yağda həll olunanda daha gözəl təsir elədiyinə görə biyoyararlılığı artır, yəni mənimsənilməsi artır, həm də ödqovucu olduğuna görə. Yemək vaxtı qəbul eləmək tövsiyə olunur. Kimlər ehtiyatlı olmalıdır? Əsasən öd daşı olan insanlar biraz ehtiyatlı olmalıdırlar. Bir də qaraciyərdə biraz vəziyyət daha kəskin olan insanlar, ağır gepatit, gepatozlarda biraz ehtiyatlı olmalıdırlar. Qalan hər kəs rahatlıqla qəbul eləyə bilər. Belə, kurkumin haqqında bu qədər. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Öddən danışdıq. Ödə abres olub götürülən, heç ödü olmayanlar yəni istifadə edə bilər də bu nəzim. Bəli, əlbəttə ki. Yəni, öd bizə lazımdır.
Öd kisəsi bir rezervuardır. Yəni bak rolunu oynayır çən. Gün ərzində damcı-damcı öd yığılır o çənin içinə. Biz yemək yeyəndə o beyinə siqnal gedir, beyindən də öd kisəsinə siqnal gedir. O spazm olur. Yeməyi həzm eləmək üçün biraz küllü miqdarda öd atılır 12 barmaq bağırsağa. Yəni öd kisəsi sırf bu rolu oynayır. Öd kisəsi olmasa, bilirsiniz nəyə bənzəyir? Məsəl üçün, suyu saatla verilən insanlar varsa, burada onlar biləcək. Elə bil ki, saatla verirlər, tutaq 3-dən 5-ə qədər. Su gələndə yığırıq baka, su kəsildi, düzdürmü? Biz bakdan işlədirik onu, istədiyimiz qədər. Bu da belə bir Zəhmət şeydir. olmasa bağlasın da. Naimədən gəlir deyəsən. Naimə bağlasın. Orqanizator kimdir? Aha. Deməli, yəni öd kisəsi yoxdursa belə, bu deməkdir ki, o insanın ödü yoxdur, öd var. Yenə də ödə ehtiyac var. Yəni həmin insanlarda çox miqdarda öd atıla bilmədiyinə görə yenə həzmsizlik ola bilir. Həm həzmsizlik köp, həm də ki, qəbzlik ola bilir. Ona görə də kurkuminin qəbulu müəyyən dərəcədə bu əlamətləri aradan qaldırmağa kömək eləyəcək. Bir də kimsə soruşdu burada yeməklə, bəli, yağlı yeməklə qəbulu tövsiyə olunur yemək vaxtı. Həm yağda əlil olunduğuna görə, həm ödqovucu olduğuna görə. Yəni boş 12 barmaq bağırsağa bizə ödün atılması lazım deyil. Öd lazımdır bizə yeməyə həzm eləmək. Buyurun, Nərgis. Xaldebranzım deyirsiniz ki, yeməklə lazımdır. Amma mən bu günləri qrupa atmışlar da, orada deyildi ki, su içmək, yemək vaxtı su içmək olmaz. Qətiyyən olmaz. Kurkumini də biz axı necə yeməklə udaq onu? Bir dənə onu mənə izah eləyin. O ixtilaflıdır Nərgis xanım. Yəni bəziləri deyir ki, su içmək olmaz, mədə şirəsini həll eləyirsiniz, seyrəldirsiniz yəni. Amma bəziləri də deyir ki, yox, mədə turşusun seyrəldə bilməzsiniz. Mədə turşusu seyrələndə avtomatik beyinə siqnal gedir ki, turşu çatışmır. Beyindən təzədən mədəyə siqnal gedir ki, davay, biraz da turşu ifraz elə. Yəni bu biraz ixtilaflıdır, baxır kim hansı fikri götürür. Yəni tibb olsa belə, ümumən bütün mövzular belədir. Tibb olsa belə, burada da yenə müəyyən dərəcədə şəxsi fikirlər rol oynayır. Hər kəs oxuyur, araşdırır, özünə uyğun gələn məntiqi çıxış eləyərək bir görüşü götürür və ona uyğun da hərəkət eləyir. Şəxsən mən də o düşüncədəyəm ki, bir neçə litr əgər sən su içmirsənsə, mədə turşusunu o qədər də seyrəldə bilməzsən. Seyrələcək, yenisi ifraz olunacaq. Çox sağ ol. Buyurun. Sinir xəstələrinə olar, bəli, sinir qoruyucu xüsusiyyəti var kurkuminin. Sonra xərçəng xəstələrinə tövsiyə Zaten olunur. antidepresandır. Bunu dəfələrcə demişik xanımlar. Bəli, Çox bəli. gözəl antidepresandır. Sonra xərçəng xəstələrinə soruşmuşdular burada. Xərçəng xəstələrinə də bəli olar. Xərçəngin müalicəsində də istifadə olunur. Orada da yenə hardasa 400 milliqram və yuxarı tövsiyə olunur. Belə. İkinci məhsulumuz bizim hədiyyələrdə olan Dazotu kremidir. Mənə gəlir ki, onun haqqında heç çox danışmağa ehtiyac yoxdur. İndi xanımları danışdırsam, daha doğrusu iştirakçıları, bəylər də var əminəm aramızda. Danışdırsam, məndən çox danışacaqlar. Artıq Ersaq Azərbaycana gələndən Kantaron kremi çox geniş istifadə olunur. Hər kəsin təcrübəsinə əminəm ki, gözəl nəticələr var. Hətta mən deyərdim ki, xanımlar danışsın sırayla bir kimin nə nəticəsi var Dazotu kremi haqqında. Düşünürəm ki, Mənim deməli 2-3 dəfə əlimə üzr qaynaq istəyirəm, su tökülür. Nərgis xanım, üzr istəyirəm. Buyurun. Yəni mənim burada belə nəzəri danışmağımdansa istifadə edənlərin nəticələri bəli. Daha çox bilgi verəcək bizə. Buyurun Nərgis xanım. Elə özümdə də olub nəticə, qonşumda da olub vermişəm, nəticəni görmüşəm. Qoydum özümdə
Elə Toğanada siz bizlə idiniz, bilmirəm. Bəli, Səhər-səhər bəli. gördünüz çaynik dağıldı, qaynar su əlimə Həcər xanım tökməklə nə göynəmədi, nə yeri qalmadı. Gəldim evdə də elə oldu. Artıq bildim ki, mütləq onu götürməliyəm. Tökdüm. Bir neçə dəfə əlim yanıb. Mən ancaq sarı kontorundan istifadə eləmişəm. Qətiyyən göynəməyibdi. Kəsik də olub, yenə də ondan istifadə eləmişəm. Yara da olub, ondan istifadə eləmişəm. Qonşunun uşağı küçədə yıxıldı. Dizi qanadı. Bilmədilər Hı. neynəsinlər. Hər bir söz dedim, mən qaçdım evdən onu götürdüm, gətirdim, verdim. Tökdüm ona, dedim al apar istifadə elə. Elədi, gəldi, dedi ki, sən neynədin ki, o uşaq səsini kəsdi, bu nədir belə? Həqiqətən də 2 günə heç izi qalmadı. İnanın ki, onun izi qalmadı. Uşaq da ağlamağı da olmadı. Yəni ağlamadı, səsi kəsildi. Və bunun belə bir möhtəşəm həqiqətən nəticəsi var. Üzümüzə də istifadə edirik. Tüm xanımlar ondan üstündə cildə də istifadə edir. Bunu artıq hamı bilir, ərzaqçılar bilirlər. Yəqin başqa Hı. nəticələri olanlar da var, qoy desinlər. Təşəkkür edirəm Nərgiz xanım. Buyurun, buyurun. Başqa kimin nəticəsi var Dazotu kremimiz haqqında? Heç kəs danışmaq istəmir deyəsən. Danışaq da biz həmişəki kimi. Ceyhunə əl qaldırmısan yoxsa əlin dəyib? Yox, Ali xanım, qaldırdım. Diş pastası Buyur. haqqında istəyərdim. Axşamınız xeyir olsun, xanımlar. Diş pastasına keçək sonra olar Ceyhunə? Kantaron Yəni qurtaraq. məndə də Kremi qurtaraq sonra. gördüm kontorondan səs çıxmır, dedim yəqin çıxmayacaq, onun üçün dedim. Yaxşı, qutaraq, ondan sonra deyərəm inşallah. Axşamınız xeyir xanımlar. Axşamın Xeyr xeyir. olsun. İlk növbədə yenə də Xalidə səni təbrik edirəm. Sağ ol. Zehninə, beynə bərəkət gəlsin. Kantaron kremi haqqında bizdə komandada keysəriyyə olmuş bir xanım var idi. Hı -hı. O keysəriyyə yerinin sağalması üçün biz ona kantaron kremi məsləhət görmüşdük. Və çox yaxşı da nəticə aldıq. Həmən Maşallah. yerin sağalması üçün. Çünki bilirsiniz də orada o sarğı olunur, sarğı dəyişilir. Ora Gec birləşir, çətin hə, birləşir. gec birləşir, çətin Bəzən birləşən çirk edir. kəsilir. Bəli, dərinin bir neçə qatı orada bilirsiniz ki, kəsilir. O, yəni ora qulluq etmək biraz da əziyyətli bir şeydir. Hər kəs istəyir ki, tez sağalsın, Tez izi sağalsın, qalmasın. danı qurtarsın. Bəli, bəli, izi də qalmasın. Hə, yəni biz ona kantaron krem məsləhət görmüşdük, çox yaxşı da nəticə almışdı. Hətta o xanıma indi düzdür, bizim bu krem hədiyyədə yoxdur. Mavi vücud losyonu hamiləlik vaxtı biz onu da tövsiyə eləmişdik ki, dərini ondan nemləndir ki, çox çıxlar əmələ gəlməsin. Bəli, çünki uşaq çox çəkili uşağı idi. Qarın artıq aşağı doğru sallanan vaxtları deyirdik ki, cırılmalar o çox istər-istəməz nəsə dəri dartılır bu heç öz yerində. Amma o İzlər qalmasın deyə bəli, mavi vücudu demişdik. Sonra da kantaron kremimizi tövsiyə elədik. Sonra yenə Nərgiz xanımın sözünə qüvvət, komandada nə qədər qızların içi mən qatışıq. Mətbəxdə işləyəndə əlimiz yanır. Tez gətirib çəkmişik onu. Sevi xanım yəqin ki, burada yoxdur. Sevi xanım bir dəfə özü öz nəticəsini paylaşmışdı. Onun da komandasında hansısa bir uşaq neçəncisi dərəcədə yanmışdı. Yanıqla aparmışlar xəstəxanaya. Hətta ona müalicə olunurdu da. Həkimlər ancaq öz dərmanlarını tövsiyə etmişdilər. O həkimlərdən gizlin aparıb kantaron kremi anaya vermişlər ki, bunu vur, bunu vur. Yəni bilmirəm Sevi xanım buradadırsa özü deyə bilər. Mən Bir də Məryəm xanım var onlarda komandada. Onun da əli çox pis dərin kəsilmişdi. Çox pis onun şəklini paylaşmışdı. O da elə dazotu kremi ilə. Yanıqlarda, yanıqda belə şəklini. neçənci dərəcəli yanıq olur olsun, o hansı ki incidir, şiddətli dərəcədə ağır olur, o yanıqlarda super, çox gözəl nəticə Göynəməsində alır. götürür. Çünki iltihabı götürücü xüsusiyyəti var onun da. Dazotunun iltihab götürücü xüsusiyyəti var. Ona görə də iltihabı o ağrını göynəməni zadı götürür, sakitləşdirir və onun sayəsində də yara başlayır tez sağalmağa. Yəni iltihab Bir də olanda mən nə deyərdim bizim qızlara, yeni qoşulanlar da varsa əgər, mən həmişə, siz Xalidə də bunun şahid edir, komandamda həmişə bunu başa salıram. Apteklərdə satılan
iltihab əleyhinə olsun, göbələyə əleyhinə olsun, fərq etmir. Bütün kremlərin, mazların qablaşdırılması, hələ tərkibində kimyasal da var. Bu mütləq ki var. Bütün hamısını baxırsınız ki, qablaşmasına 50 milli, 150 milli, yəni balaca başa düşdünüz. Yəni onun qiyməti ilə gətirib bizim ərsaqda qoyulan kremlərin qablaşdırılmasının qiymətini uyğunlaşdıranda həqiqətən də qat-qat ucuzuna başa gəlir. Elə Keyfiyyət orada məqsəd zaten odur da, ortada. qiymət ucuz görünsün, az olsun, qiymət də ucuz, yəni Bəli, gözə bəli. görünməsin, alsınlar. Qiymət, bəli, keyfiyyət zaten ortadadır. Amma qiymətə gələndə isə gətirib uyğunlaşdırırsan ki, tutalım ki, göbələk, bu arada yaxşı yadıma düşdü, göbələk dedim, eroziya yadıma düşdü. Qadın xəstəliyində eroziyanın sağalmasında möhtəşəmdir. Yəni eroziya hansı ki, Eroziya da əslində yaradır da. Bax, misal üçün, ginekoloqlar, uşaqdan yaranır da. uşaq hormonu. eroziyanı yandırırlar. Mən misal üçün qəribə gəlir ki, sənin əlində əgər əlin kəsilirsə, bəyəm onu yandırırsan, müalicə eləyirsən ki, sağalsın. O da Artıq ucu tibdə də yaradır. yandırmırlar. Tibdə də yandırmırlar. Artıq ucu onu da əvvəllər daha çox yandırırdı ginekoloqlar. Keçən dəfə Aynur xanım da danışdı bizdə seminarda. Dedi ki, mən də yandırmanın əleyhinəyəm. Çünki çox vaxt belə deyək də, cavan xanımlarda əgər o yenidən ana olmağa hazırlaşırsa, doğuş zamanı qanama verir. Ona görə də həkimlər çoxsu o eroziyanı yandırmır. Zədədir də, elə bir ki, zədənin üstünə zədə gəlir. Çat idi, yandırırsan, indi də yanıq oldu ora. Hə, qaysaq bağlayır ora, qaysaq bağlayır. Ondan sonra təzən yenə də iltihab olanda yenə də həmən şey baş verir. Sən də hamiləlik baş Biraz da verirsə, artıq. sonra da doğur. Yəni biraz da Və geri düşür. doğuşda da gəlir qanaxmaya çıxardır da. Bu da həmin insanın öz canı yanır da. Canı yanmış olur. Yəni bax, Kantaronun eroziyada çox böyük faydası var. Yəni tampon kimi istifadə edə bilər etmək xanımlar. olar. Babasildə istifadə eləmək olar. Babasildən superdir, super. Çəkmək Babasil də qanaxmasında. olar. Çəkmək də olar, bir də şey eləmək olar. Balaca xırda uzun sov ya da şarik kimi klokun üstünə eləyib dondurmaq. Dondurursuz o olur şam kimi bir şey. Axşamlar hər dəfə birini qoymaq olar. Şam əvəz müalicəvi şam olacaq. Babasildə müalicə eləyir. Bəli. Babasilin də bilirsiniz də bu daxili babasil var, xarici babasil var. Hətta bağırsaqda çat varsa, bağırsaq çatının sağalmasında da çox böyük faydası Tez var. zamanında çəkilsə, misal üçün çat düşdü, gərək qoymayasan köhnəlsin. Sıraz onu krem vurasan, onda sağalır, birləşir, heç izi də qalmır. Vaxtında üstünə düşməyəndə o çapıq toxuma əmələ gəlir orada. O Xroniki hala çevirməyəsən də. Xroniki hala Xroniki çevirdinsə, biraz çətinləşir. onda Bəli. sağalmır, yeri elə o formada da qalır. Yenə də müəyyən qədər dazotu ilə, onu kremlə sakitləşdirmək olar, göynəməsin zadını aradan qaldırmaq olar, amma izi qalacaq. Ona görə gərək hər evdə olsun, dazotu kremidir, lavanda kremidir, kekik kremidir. Bunların üçündə yarı sağalcı xüsusiyyəti var. Balaca çat düşən kimi vursunlar ki, tez sağalsın. Sonra xroniki hala keçəndə sonra çətin, ömürlük qalacaq. Belə. Keçək onda, buyur, aleyküm salam. Xadir xanım, axşamınız xeyir. Xanımlar, hər birinizi salamlayıram. Axşamınız xeyir, Pərvanə xanım. Elə bir dəzotundan mənim evladım 18 yaşında, 17 yaşında olanda üzündə səpkilər üçün istifadə eləmişəm. Yeniyetmə yaşında uşaqlarda üzdə səpkilər, sızanaqlar əmələ gəlir, çox gözəl effekt verir. Ləkə izi buraxmır, qətiyyən qalmır. Hətta özüm evladımda istifadə elədim. Sonra başqa bir valideynlərim var idi. Mən müəllimə işlədiyimə görə valideynlərə məsləhət bildim ki, səpkilərə çox gözəl təsir eləyir. Həm də ləkə izi buraxmır. Ona görə yeniyetmə dövründə uşaqların üzündə həmişə sızanaqlar əmələ gəlir də. Çox gözəl təsir eləyir. Yayılmağa icazə vermir. Yəni yayılmır üzdə Və səpkilər. gedəndə də yeri çapıq kimi qalmasın deyə. Qalmır, bəli, qalmır. Maşallah, çox sağ olun Pərvanə. Gedəndə, yəni, siz sağ olun. Bir də ki, kurkuma haqqında demək istəyərdim. Düzdür, bayağı müdaxilə eləmədim. Kurkumanın mən nəticəsini əldə eləmişəm. Deməli, məndə ödümdə polip çıxmışdı. Türk seminarların birində qoşulanda mən orada sual verdim. Bilmirəm, hansı xanım idi, yadımdan çıxıb adı. Mən orada sual verdim ki, ödümdə polip çıxıb 3 milli.
Nə Hı məsləhət -hı. görərdiniz? O dedi ki, kurkumunla bir də kekik suyu. Onları içsin deyir, gedəcək. Həm də qatlaşma var idi məndə öddə. Hı -hı. Deməli, kurkumu qəbul elədim. 3 aydan sonra təzədən müayinəyə getdim. 3 milli demişdi, amma təkrar baxdı, təəccüb elədi ki, bura necə polip qoyulub da, yəni polip adı ilə, yəni diaqnoz qoyulub, Tamam amma yox idi. yoxdur. Polip deyə getməyən bir şeydir axı. Öddə olanda vəbşə getməyən bir şeydir. O heç vaxt tovrulmur da. Bu polipin də növləri var. Bir var deyir o necə deyim sizə, piylənmə formasında yaranan poliplər var. Deyir onlar tökülür də, yəni öddə Özü olmur. Aha. Hə, ona görə poliplər olur, piylənmə formasında poliplər olur. Növləri var da Hı poliplərin də. -hı. Hə, ona görə həkim dedi ki, nə bilim qoyulsa da yoxdur. Yəni özüm nəticə əldə eləmişəm. Təkrar Maşallah. sonra başqa aylarda, başqa illərdə də yoxlatdırmışam. Yəni polip çıxmayıb, yoxdur da, yəni o gedən Hı oldu. Kurkumin -hı. vəbşə çox gözəl təsir eləyir, həm həzm sisteminə, özündə rahatlıq hiss edirsən. Yəni iltihablanma gedir ki, onu içəndən sonra görürsən ki, necə gümrahlaşırsan. Yəni özüm istifadə eləmişəm. Hətta qardaşımın ödündə də olmuşdu. Bir neçə qohumlarıma mən məsləhət bilmişəm kurkumunu. Onda Hı. onda da ödündə polip var idi. Həm də hətta istədi ki, əməliyyat olunsun. Mən onu qoymadım. Dedim, içkinin effektini görəcəksiniz. 6 millini eləmişdi 3 milli. İnanırsınız, polipi balacalaşdırmışdı da, yəni əməliyyata da heç ehtiyac olmadı. Hə, çox Maşallah. gözəl yəni də, yəni öz yaxınlarıma məsləhət bilmişəm. Hətta tanıdığım xanımlar da var, onlara da məsləhət eləmişəm, effektini görüblər hər biri. Özün Əla. effektini görəndə daha sevincli danışırsan, yəni inandırıcı Elədir. danışırsan ki, Ürəkli yəni olur. hə, yəni ki, insanları aldatmırıq da bizdə. Ersağın onsuz da reklama ehtiyacı yoxdur, Ersağ şirkətinin. Evet. Hər bir şey təbiidir, hər bir şeydə, yəni məndə müəllimələr var, hətta bu qiymət qalxanda da şampunlar yadları alırlar da. Deyir, heç biz o şeyi fikirləşmirik ki, qiymət qalxıb da, yəni. Mən effekti görmüşəm, saçımı gözəl eləyir, təbiidir. Mənə o deyir kifayətdir, qiymət qalxsa da deyir, mənim üçün fərqi yoxdur deyir. Yəni ki, başa Həm düşənlər zaten o qədər çox qalxmayıb da. düzü qalxıb da, yəni indi insanlar var da deyir ki, eləsi var, deyir ki, qalxdı, nə bilim çox bahadır onsuz da biz məsələn belə alırdıq. Yəni ki, heç məndə də elə də fərq eləməyib, yəni ki, istifadə eləyirik. Elədir, Roaming keyfiyyətə üstünlük verən insan üçün qiymət göstəricisi arxa plandadır. Yəni hər bir insan üçün dəyərli bir şey var. Belə deyək də, məhsulu alanda hər insan öz kriteriləri ilə ölçür onu. Kiminə görə qiymət vacib kriteriyadır, birinci yerdədir. O maksimum ucuz olsun, keyfiyyəti nə olur olsun, maksimum ucuz olsun. Adam var ki, onun üçün keyfiyyət öndədir. Qiymət o qədər də önəmli deyil. Əsas mən keyfiyyətini görüm, əsas mən xeyirli, keyfiyyətli məhsul istifadə eləyim. Qiymət ikinci dərəcəlidir. Yəni zaten da ona görə məntiqlə sağlamlıq düşünəndə qiymət o qədər də əhəmiyyətli deyil. Biz axı məhsulu qiymətinə görə almırıq. Biz məhsulu bizim problemimizi həll eləməsinə görə alırıq. Qiymət ikinci dərəcəlidir. Birinci baxırıq ki, bu məhsul bizim problemimizi həll eləyəcək, yoxsa yox. Yəni bizə məhsuldan lazım olan odur. Bir də ki, kremlərimiz yadımız hər bir şey o qədər keyfiyyətlidir ki, çox istifadə olunur. Şampunların özü məsələn, qab şampunları nə qədər istifadə edirsən, hər bir şeyi çox keyfiyyətlidir də. Yəni dazotu özü nə qədər gedir o, çox gedir. Bir Konsentratdır. atırsan, Bəli, çox gedir yəni. konsentratdır. Ona görə. Təşəkkür edirəm Pərvanə xanım. Sağ olun Fərdə xanım, mən təşəkkür edirəm. Belə, keçək bizim diş macununa, Ceyhunə. Hədiyyədə digər məhsulumuz, digər hədiyyəmiz, diş macunumuz. Həldə xanım, deyim bir-iki kəlmə mən diş pastası. De, mən də üstün düzəldəcəm. Mənə görə seçmişsiniz ikinci diş pastasına. Diş pastasından bacımda Fərdə xanım xırda ət xalları olub. Onları düzənli, heç siz deyən elə də çox düzənli vurmasa da o xırda ət xalları gedib. Bir ondan nəticə var idi. Sonra bir də qızlarımıza çoxları işlədib onu üzdə olan qızlarda olan səpkilər, yaralara görə. Nə cür səpki? Hansı formada? Bir cür çeşitli pirişiklər olur, üz yaraları. Tək üstünə də, ancaq üstünə, bütün sifətinə vurmayıb. Elə Bildim. də. Hə. Sonra mən özümdə də qolum yananda elə bir quruyurdu yaram.
heç nə vurmamışım. Yaram qurumaya gedəndə dəhşət qaşıntı tutdu onu. Onda üstünə vurmuşum. Həmin dəqiqə də, yəni bir dəqiqənin içində gördüm ki, qaşıntını tamamilə yoxa çıxardı. Sakitləşdirdi. Vururdu. Yaralarıma da ondan sonra vururdum. Baxmayaraq ki, nəmləndirici xüsusiyyəti yoxdur onun. Nəmləndirmir. Qaşıntılı yaralarım da olmuşdu o vaxtlar mənim. Onda onlara da vuranda çox gözəl təsirini görürdüm diş pastamızı. Tərkibində aloe var. Aloe ümumiyyətlə çox dəyərli bitkidir. Düzdür, propolis də var, misvak da var. Amma aloenin çox faydaları var. Məhz o cür çirkli yaralar, prişiklər, sızaqlar, bu şeylərdə. Bir də diş macunumuzun ağardıcı xüsusiyyəti var. Əgər çaydan, kofedən, sonra dəmir preparatı, bəzən siroplar olur dəmir tərkibli içəndə, ləkəsi düşür dişə. Bax, onların ləkəsini bizim həmin bu hədiyyədəki olan diş macunu aparır. Bir də ki, Aha, buyur. istəyirəm sözünüzü kəsdim. İltihablı diş ətləri olanda mən bir müəllim yoldaşım var, pasiyan ondan alır. O deyir ki, yəni diş ətlərim o qədər həssasdır ki, ən gözəl göstərir diş ətlərimə. Müalicəvidir də, diş ətləri üçün çox gözəl effekt verir. Bəli, bəli. Ağzımızda yaralar əmələ gəlir. Əvvəla ona görə ki, dükandakı diş macunları ağzın florasını pozur. Ağzın da özünə uyğun florası var. Yəni, necə bağırsaqlarımızda deyirik, bağırsaq florası, eləcə də ağzımızın florası var özünün. O zərərli, kimyasallı diş macunları ağzımızın florasını pozur. Loru dildə desək, immunitetini salır aşağı. Ona görə də o yaralara qarşı qorumasız olur. Yaralar deyəndə ki, əslində onlar infeksiyadır, göbələkdir. Onlara qarşı qorumasız olur. Ona görə həmin insanların ağzına tez-tez o ağ, türklər aft deyir ona, ağ yaralar çıxır həmin insanların ağzına. Bu, immunitetin aşağı olmasının göstəricisidir. Bizim diş macunları təbii tərkibli olduğuna görə floranı pozmur, əksinə bərpa eləyir. Bir də tərkibində propolis, aloe, misvak olduğuna görə həmin o zərərli bakteriyaları da öldürür və həmçinin də yara sağaldıcı xüsusiyyəti var. Yəni, hər tərəfli fayda verir ağız florasına. Ağzın selikli qişasına, damaqlara, dilə. Bizim də praktikamızda, təcrübəmizdə var ki, bir xanım hansı ki, ömrü boyu bu insanın ağzı yara olurdu. Yara düşürdü, gedirdi, müalicə edirdi, antibiotik falan behmekan həkim yazırdı. Gəlirdi, müalicə qutarırdı, bir müddət sonra yenə yara düşürdü. Yenə gedirdi, müalicə alırdı, yenə də birazdan yenə yara tökdü. Yəni, demək olar ki, elə ömrü bax bu şəkildə keçirdi. O insanın canı qutardı həkimlərdən, dərmanlardan, məhz bizim diş pastasını istifadə eləməyə başlayanda. Mən özüm əgər diş diblərində nəsə sızıltı, ağrı falan hiss eləyirəmsə, krem kimi çəkirəm onu damaqlarıma. Ağrıyan yerlərə çəkirəm, ağzımda bacardığım qədər çox saxlayıram. 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə. Gedirəm, iş görürəm ki, iş görməyəndə adam elə belə oturanda adamın ürəyi sıxılır. Elə istəyirsən gedib ağzını yaxalayasan. İş görəndə adamın başı qarışır, uzun müddət onu saxlaya bilirsən. Və özüm o şəkildə müalicəvi istifadə eləyirəm. Sonra ət xalları Ceyhunə dedi, Ceyhunə xanım dedi, ət xallarında nəticələri var. O da ət xalı dediyimiz əslində papilloma virusdur. Ət xalı formasındadır, bənzəyir, zahirən bənzəyir. Əslində o papilloma virusdur və yenə də burada müalicəvi tərkibinə görə, virusu öldürdüyünə görə həmin o xallar quruyub, qopub, düşüb. Buyurun, Vüsalə xanım, axşamınız xeyir. Axşamınız xeyir. Nəsə əlavə eləmək istəyirsiniz? Hə, mən fikrimcə diş pastasını yaxalamasaz da olar. Yəni onu utsaz da olar. İndi biraz mədəni formada demək istədim ki, yəni onu gedib çıxartmaq istəyirsən. Ona görə o mənada dedim yaxalama. Əslində heç yaxalamıram da. Yəni Bəli, açığı boşaldıram, amma qalanı qalır ağzımda.
Xanımlar, bir şey şəxsən deyim. Bizim, üzr istəyirəm, yadıma düşmüşkən Sərxan buyurun, sözü kəsdim. E, buyurun, buyurun. Bizim Güney xanım var, diş həkimimiz, stomatoloqumuz. Hətta biz onunla bir dəfə seminarda vermişdik. Hı, Güney bizə seminar verəndə diş həkimlərin bir sirrini açdı bizə. hı, Bilmirəm, hı. aramızda burada diş həkimi varsa bizim sözümüzü təsdiqləyəcək, yoxsa yox. Deməli, belə diş əti çəkilməsi bu bütün insanlarda gedən bir prosesdir. Yəni qaçınılmaz bir prosesdir də ki, diş əti yeyilməsi. Zaman keçdikcə baxırsan ki, o diş ətinin çəkilməsi özdə necə olur? Qanama ilə. Yəni qanama ilə büruzə verir ki, hə, səndə artıq bu xəstəlik var. Dişini küsürtəndə belə tüpürürsən, görürsən ki, qan gəldi. Ucu bilirsən ki, hə də bu xəstəlik var səndə. Diş əti çəkilməsi deyilir el arasında. Elmi dildə bilməm nə deyilir. Diş həkimləri biz bu seminarı verəndə 5 il bundan qabaq vermişik. Onda o iynənin qiymətini bizə 70 manata demişdilər. Bir dənə kurs müalicə, yəni bircə dəfə vurma 70 manatdır. Diş ətinə o iynə vurulur. 100 idi məncə. 10 100 iynədən idi. ibarət kursuydu. Hə, iynənin biri 10 manat, kurs başa gəlirdi 100 manata. 100 yazda 100 Hə, mən faiz. necə 70 yadımda qalıbdı. Yəni iynə vurulur və 6 ay müddətində xəstəyə deyilir ki, yəni 6 ay sənin diş ətin sağlam olacaq. Amma deyir, Güneyin öz ağzından çıxan ifadəni işlədirəm. Güney dedi ki, amma biz bilirik ki, bu insan sağalmır. Bu 6 aydan sonra yenə gələcək bizim yanımıza. Yenə gələcək və biz yenə ona iynə vuracağıq. Qapını örtün çıxın. Yenə biz ona iynə vuracağıq. Yəni, əgər ki, bir insanda belə bir proses gedirsə və gedibsə, həkim ona diaqnozu qoyubsa ki, səndə diş əti çəkilməsi xəstəliyi var, zamanla bu daha da dərinləşəcək. Sən, məsələn, tutalım gedirsən diş qoydurmağa, düzdür, hansısa bir yaşda. O ət axı onu qəbul etməyəcəkdir ki, o diş orada qalsın. Və sən o qorxu içində yaşayırsan, fikirləşsən ki, hə, mən damağım sağlam olsun, mən 6 aydan bir gedim bu iynəni, kurs müalicəni götürüm. İndi 100 manatdırmı, indi qiymətlər artıq bəlkə də 150 manatdır, bilmirəm hər nəsə. Güney onda bizə tövsiyə etmişdi ki, mən özüm də bunu edirəm, indi Xalidə də danışdı. Diş pastasını axşamlar damağıma çəkirəm, yumadan yatıram. Yəni, elə bir faydasını demişdi bizə ki, siz bunu edin. Siz bunu edin. Hətta deyirdi ki, düzdür, bu diş həkimlərinə sərf eləmir. Çünki sağalmaq heç bir həkimə sərf eləmir. Xəstəsini itirmiş olur, qazancını itirmiş olur. Amma dedi ki, həqiqətən də bununla mən öz xəstələrimdə çox yaxşı nəticələr almışam. İynə vurduğum xəstələr artıq deyirdi ki, mənim yanıma gəlmirlər. Xəstələrin hamısına Ərsağın diş pastasını tövsiyə eləmişdi. Bəli, bəli, bəli. Bu arada Elədir. Vüsalə xanımın öz bacısı Nərmin idi də, səhv eləmirəmsə adı. Nuranə, elə bayaq onu demək Nuranə, hə. istəyirdim. Yadıma saldım. Mənim bacımın mədə bağırsağında yara var idi. Yəni mən inana bilmədim də, yəni o sağalanda. Çünki uzun müddət idi, nə qədər müalicələr falan görmüşdü, heç bir şəkildə sağalmırdı. Nə mədəsi, nə bağırsağı yara idi. Hətta bal yeyə bilmirdi. Balı dilinə vura bilmirdi. Bal yeyən kimi mədədəki ağrı göynüyürdü, götürülürdü, ağrı başlayırdı. Hə, bizim bu Ersağın diş pastasını işlədəndən sonra o problem tamamilə ondan keçdi, getdi. Tamam. Onunla da yəni canı qurtardı. Maşallah. Yəni bu həm də sübut eləyir ki, bax məsəl üçün çox vaxt biz diş macunu kimlərsə tövsiyə eləyəndə ki, gəl təbii tərkibli diş macunu istifadə elə. Deyir ki, əşi onsuz da ağzımı yuyub yaxalayıb çıxıram da, yəni onu udmuram, yemirəm ki, mənə Elə ziyan düşünürlər, olsun. amma elə deyil. Yəni bu bariz nümunədir ki, dişini fırçaladı, amma mədəsi müalicə olundu. Bu o deməkdir ki, biz özümüz hiss eləmədən az-az diş macununu dişimizi yuduqca az da olsa uduruq. Düzdür, dilin altından qana sorulur, onu da deyirik, o heç. Amma buradan birbaşa mədəyə də görürsünüz ki, az miqdarda gedir. Əfruz xanım, axşamınız xeyir. Axşamınız xeyir olsun. Hə, üzrlü sayı müdaxilə eləmək istəyirəm ki, o diş pastasında olan flioru dediniz də yəqin ki, mən biraz geri qoşuldum.
o dil altından xüsusilə bilməlidirlər ki, deyirlər, məsələn, biz onu yemirik ki, bizə neyniyəcək? Amma əslində insanlar bilsələr ki, dil altından birbaşa beyinə həmən sorulur. Qalmış olur, Niyə bəli. məsələn ürək təcili vəziyyətdə ürək dərmanları əsasən dil altı qəbul olunur? Bəli, Çünki bəli. daha tez təsir eləsin deyə. Və diş pastasında olan flyorda dil altından birbaşa sorulur beyinə və orada epifiz fəzini məhv eləyir. Bax, insanların məsələn orada da bilirsiniz də serotonin hormonunun ifrazı elə epifiz fəzində olur. Və beləcə bizim insanların məsələn bugünkü gündə laqeydləşməsi, vicana oluşləşməsi, baxırsınız insanlar artıq ətrafa qarşı çox şeydirlər, vicanədirlər. Bunlar Bəli, hamısı epifiz fəzinin yəni o hormonları artıq ifraz edə bilməməsindən yaranır. Yəni bir çoxları bilir. Hitler dövründə, müharibə dövründə əsgərlərin yeməyinə belə qatılırmış həmin o flyor ki, o əsgərlər daha itaətkar, müti olsunlar. Bir növ elə bir insanları manqurtlaşdırdılar. Bir də mən flyorla. bu yaxında bir kitab oxudum. Orada sətraltı ilə bir iki cümlədə keçdi. Əslində cümlə başqa bir şey haqqındaydı. Amma orada elə bir şey keçdi, məqam. Mən belə başa düşdüm ki, suya da qatırlar artıq ftoru. Bəli. Əsasən Amerikada, Amerikanın həyat tərzindən danışan bir kitab idi. Və mən oradan o sətraltı cümlədə elə bir şey ifadə işlətdi. Mən bəli, oradan belə qatırlar. qənaət etdim. Bəli. Hətta Gəldim. xlorun özü belə, xlorun özü məsələn Azərbaycanda da sulara qatılır. Baxırdınız ki, müəyyən müddət sulardan incə. Hə. Yəni bunlar bilirsiniz ki, antibakterial məqsədlə Dezinfeksiya ki, hə. deyir ki, dezinfeksiya üçün ki, bakteriyaları məhv, amma bir tərəfdən də insanları zəhərləyir. Yəni bakteriyanı və da zəhərləyir. Yəni əsl antiseptik, antibakterial olan elə bizim Ritadır. Buyur, Bəli. buyur. Üzürlü müdaxilə elədim. Yəni insanlar bilsə ki, diş pastasındakı flyor nə qədər zərərlidir, o zaman çarənin, faydanın ersafda olduğunu bilərək bizim flyorsuz diş pastalarından istifadə edərlər. Biz insanlara əvvəlcə zərəri göstərməliyik, sonra faydanı. O zaman özləri istəyəcək. Əlbəttə ki. Yaxşı şeyə heç kəs yox deməz. Sadəcə tanıtmaq lazımdır. Bunun yaxşı olduğunu izah eləmək lazımdır. Belə diş macunumuz haqqında da bu qədər. Keçək o biri hədiyyələrimizə. O biri hədiyyələrimiz haqqında artıq hamı bilir, elə yəni geniş-geniş danışmaq ehtiyac olmayacaq əminəm. Hamam təmizləyici vasitədir. Hamam təmizləyici vasitəmiz bilirik ki, 2 xüsusiyyəti var. Hətta 2 deyil. Yəni təmizlik vasitəsi olaraq 2 xüsusiyyətdir. Bir ərpi təmizləyir, bir də ağardıcı xüsusiyyəti var. Yəni krantın başıdır, duş kabindir, hamamda güzgüdür, kafelerin üstündə suyun izləridir, tok çaynikı misal üçün içidir, paltaryan maşının içidir. Bunların ərpini təmizləməsində hamam təmizləyicidən istifadə edə bilərsiniz. Hazırda hədiyyədədir. Bir də ağardıcı xüsusiyyəti var. Ağ paltarların, ağ paraşok üstündən maşına əlavə edə bilərsiniz ağları yuyanda. Sonra o mətbəx masası, dəzgahlar ki, ağdır, rakovina ağdır, onların ağardılmasında, çay ləkələrin ağardılmasında istifadə eləmək olar. Bir də təbii ki, antibakterial, antimikrob təsiri var. Yəni təmizlədiyi yeri həm də dezinfeksiya eləyir. Və bir də yaraların sağalmasında da onu istifadə eləmək olar. Yəni müalicəvi olaraq istər göbələkdir, istər sağalmayan yaralarda orada kremlə kompleks şəklində müalicəvi olaraq istifadə eləmək olur. Sonra bizim hədiyyədə arqan yağlı duş gelimizdir. Arqan yağının faydası haqqında hər kəs bilir. Çox dəyərli, qiymətli və bahalı bir yağdır. Dərini çox qəşəng nəmləndirir, dəriyə qulluq eləyir. Bahalı duş gelimizdir. 1 litri hazırda o da hədiyyədədir. Qabaqdan da artıq havalar isinir. Duş gelləri çox işlənəcək. Sonra növbəti hədiyyəmiz nə idi bizim? Bəli, banyovisini həm də saça bit düşəndə biz istifadə eləyirik.
bitləri də öldürür və körpələrə də zərər vermir. Lavanda da əlavə eləsək təsiri artacaq. Xatırlatma eləyin mənə digər hədiyyələrimiz nə idi bizim? Xalidə Bronzum, bir dənə o biri hədiyyələrə keçməzdən əvvəl Bəli. dinləyənlərimizə xatırladaq ki, dinləyici elə bilsin ki, Banyo Veci həm də Səhiyyədən sertifikası var. Bu xüsusilə vacibdir bilmələri. Aptekdə satılma səlahiyyəti var, antiseptik olaraq. Hətta başqanımıza Antiseptik təklif maddə olundu olaraq, ki, bəli. siz bunu antiseptik olaraq, məsələn, tibbi bir ad qoyun da buna. O da deyib ki, elə olarsa, onda bizim kənddə yaşayanlarımız bu məhsulu təmizləyici vasitə kimi qəbul etməzlər. Ancaq aptek məhsulu kimi biləcəklər. Amma mən istəyirəm ki, bunu xalqım daha çox istifadə eləsin. Bir təmizləyici vasitə olaraq və eyni zamanda da Əksinə belə daha gözəldir. Siz insanlara deyəndə həqiqətən də təəccüblənirlər ki, hamam tualet təmizləyən vasitə ilə yaraların sağalması, müalicə və istifadə olunması, dezinfeksiya eləməyə, göbələklərin müalicəsi belə qeyri-adi səslənir və insanların marağına səbəb olur. Hədiyyədə bizim masaj kremimiz var. Qızıldan qiymətli. Əsas məsələ yaddan çıxıb. Böyük boy olanıdır. Masaj kremi, tərkibində nanə, çoban yastığı var. Spazm götürücü təsiri var, ağrı kəsici təsiri var. İstənilən növ ağrılarda istifadə edə bilərsiniz. Baş, boyun, çiyin, yırtıq, yəni onurğa yırtıqları, revmatik ağrılar, öskürəkdə, boğaz ağrıları, qrip olanda burun tutulur, burnun bu hissələrinə masaj eləyəndə burun açılır, qızdırma salır. Yəni bizim təcili yardımımızdır. Olmazsa olmazı mütləq evdə olmalıdır. Özü də böyük boydur hədiyyədə. Sonra bir də qaldı bizim hədiyyələrdən damlamız. Onun haqqında da çox belə geniş danışmağa mənə elə gəlir ki, ehtiyac yoxdur. Onun da tərkibi Rita'da əsası. Bir də konsentratdır. Adı da üstündə damla, yəni damcı-damcı istifadə olunur. 1 litr suya 1 litr suya hardasa bir neçə damcı töksəz, şüşələri silə bilərsiniz. Həm parıltılı olacaq, həm geçirklənəcək. Misal üçün, 2 dənə yanaşı laydı şüşə. Birini adi su ilə silib, birini damlalı su ilə silib. Fərqinə baxa bilərsiniz ki, damla ilə silinən daha parıltılı olacaq. Bir də yağış yağandan sonra fərqə baxa bilərsiniz ki, damla ilə silinən daha az ləkə tutub. Yəni, 1 dənə, 2 dənə cəmi su ləkəsi olacaq. Bir də banyo visini də həmçinin suya əlavə eləyib şüşə silmək olar. Eyni dərəcədə həm parıltılıq verəcək, həm çirklənməsini gecikdirəcək. Sadəcə damlaya nisbətdə banyo visini biraz daha çox tökürük. Hardasa 1 litrə yarım qapaq gəlir ki, töksə kifayət eləyir. Kimsə burada soruşmuşdu. Səpkilərə qarşı banyo visini yarı-bayarı sulandırırıq, üzü silirik. Göbələyə qarşı yenə də yarı-bayarı sulandırıb göbələkli nahiyə tətbiq eləyirik. Ayaqdan qoxu gəlməsin deyə istifadə eləmək olar banyo visini yarı-bayarı sulandırıb. Səhər ayaqlar qəşəng zambaqlı duş gelinə qəşəng yuyuldu. Banyo visi su ilə yarı-bayarı qatıb hazır belə sprey qabda qoyun özü üçün. Ayaq qurulandı, banyo visi vuruldu. Bir də corab giyindi, getdiniz. Yəni, ayaqdan qoxu gəlməyəcək. Ayaq uzun müddət, gün ərzində, hətta səhərdə axşama kimi ayaqqabıda qalsa belə, yəni qoxu problemi olanlar da bunu istifadə edə bilər. Ceyhunənin nəsə sözü var idi. Bəli, bitkilərə də banyo visi əlavə eləməli, suya əlavə edib bitkiləri sulayanda bitkilər inkişaf edir. Xalidə xanım, mən yaşıl kremdən bir yaxın nəticə almışdı, onu da demək istəyirdim sizə. Buyur. Banyo visini onsuz da bilirik, ondan da mənim bir-iki dənə nəticələrim var idi. Yaşıl kremdən bu sümük olur, qəpi ilə əridirlər, dəmir vasitəsilə əridirlər. Ayaqda? Bəli, biləyin üstündə sümük var idi. Bir dəqiqə deyək, evdəkilər deyim, saçılır. Podagra.
Yo, əldə biləyin bu çıxan sümük var, bunun Hə, kirayə. əldə, elə bildim Hə, ayaqda. Xəlil xanım, əlin biləyin üstündə olan sümüyü qəpi ilə kəridirlər. Bir cür elə bir nəsə var, onu siz bilərsiniz. Mən təzə eşidirəm. Əritməni Onu heç eşitməmişəm, amma bildim hansı sümüyü deyirsən. Hə, onu elə bil o yaşıl kremimizin düzənini vuraraq onu əritmişlər. O sümüyü əriyib getmişdi bir ərliklə. Maşallah. Ziyillərdə də nəticəmiz var. Bir xanım yoldaşının elə hər axşam işdən gələndə kürəyi ağrıyırdı, onu masaj eləyə-eləyə. Əlində ziyili var idi. Bir də baxıb ki, ziyili yoxdur. Əslində o ziyillər də virusdur. O da Banyo-visi də şeydir, Xəldə xanım. Banyo-visi ilə göy kremimiz, vücud losiyonu kremimiz var ya bizim göy. hı. Hə, onları da təzə-təzə işlədəndə mən bir həftəyə yaxın elə bir dabanlarım hapamar eləmiş. Hər axşam yatanda vururdum, corab giymirdim. Hər axşam ikisi ilə masaj eləyirdim. Yəni çox gözəl hamarlaşdırmış dabanlarımı. Evdə səs çoxdur, üzrlü sayına görə aça bilməyəcəm. Maşallah. Buyur, buyur. Belə, məhsullarımız haqqında bu qədər. Qızıldan qiymətli məhsullardır. Kampaniya sabah son günüdür. Kim ki hələ yararlanmayıb, yararlansın. Qiymət də kimə təsir edibsə heç ürəyini sıxmasın. Elə də böyük bir fərq alınmır. Bayaqları xanım alış-veriş elədi. 2 dənə paraşok, bir dənə yağ çöz, bir dənə maye sabun götürdü, 4 dənə məhsul, 5 dənə də hədiyyəsi. Gəldi, çıxdı, oldu 80 manat, 80 manata 9 dənə hədiyyə götürdü. Məhsulun biri gəldi, çıxdı, yenə 9 manata. Yəni, o məhsulun birinin üstündə olan o 4 manat, 5 manat, 6 manat belə baxanda gözə görünür, amma hədiyyəli götürdüyümüzə görə demək olar ki, gəlir yenə əvvəlki ucuz qiymətinə düşür. Ona görə qiymət sizə təsir edir. Axşamınız xeyir. Təşəkkürlər Xalidə can, müdirlərim, dostlarım, çox sağ olun. Qaxıldınız. Təşəkkür edirəm hamınıza. Mən təşəkkür edirəm. Başqa sual yoxsa yavaş-yavaş tamamlanaq. Artıq 11-ə qalır. Biraz gecikdik. Texniki səbəblərdən dolayı gecikdik, üzrlü sayı. Mən başqa linkdə, başqa yerdə oturmuşam. Akaziyatca cəmaət buradadır. Ağzınıza sağlık. Çox gözəl, çox verimli seminar oldu. Xalidə xanım, Allah sizdən razı olsun. Buyurun, Gözəl çox oldu. sağ olun. Mən sizə təşəkkür edirəm. Çox sağ olun Xəldə xanım. Siz sağ olun. Belə, təşkilatçı kimdir? Yəqin ki, sonlandıracaq şeyi, təlimi özü. Axşamınız xeyir olsun xanım. Axşamınız xeyir. Bir dənə sual vermək istəyirəm. Bu Buyurun. daxildə göbələk daxildə varsa onu banyo vici ilənmi, ya nə ilənmi təmizləyə bilərikmi? Onu necə eləmək olar? Biraz ayaqlarında da var, ayağında qoxu var, özdə pisdir də. Bir də barmaqları elə bil açılan kimi olub da. Bəli, amma göbələkdir o. Hə, qızartı da var. Həm də Axşamlar bayaq dediyim kimi yarı-yarı sulandırın, hazır sprey qaba tökün. Qoyun hazır. Axşam zambaq duş geli ilə qəşəng-qəşəng yuyun, o yaraları zadı hər tərəfli yuyun. Zambaq duş gelimiz. zambaq. Hə. Başqa bir şey olmaz. Zambaq olsa daha gözəl, olmasa eyb yoxdur. Əl altında hansı varsa onlarla da eləyin. Zambağın tərkibindədir, çünki Rita var ona görə. Mən ona üstünlük verirəm. Digər duş gellərimizdə də əslində Rita var, amma o zambaqda nisbətən çoxdur mənə görə. Bəlkə də bilmirəm, mən yanlış bilirəm. Ona görə mən onu tövsiyə edirəm, amma istənilən duş geli ilə yuya bilərsiniz. Yuduz, quruladınız, banyovisini vurdunuz. Bir dənə klonka keçirdin ayağınıza. O dərman ora-bura sürtülməsin də ayağınızda qalsın. Çünki corab giyinəcəksiniz, yorğan döşəyə sürtünəcək, ya tapçıqa giyinib hələ ki yatmırsınızsa gəzəcəksiniz. Oca sürtünəcək ora-bura, o dərman gedəcək, onun təsiri də o qədər olmayacaq. Yaxşı olar ki... Daxilə nə eləmək olar? Daxilə yenə də onu suya damcıladıb içə bilərsiniz. Bir damcıdan başlayın. Səhərlər ac qarnına bir stəkana. Bir neçə gün bir damcı, sonra bir neçə gün 2 damcı, bir neçə gün 3 damcı, bir 5 damcı, 7 damcıya qədər qaldırın için. Bir də bizim də hazırda çörək otumuz var.
çörək otu da alıb istifadə edə bilərsiniz. Bir də bu hədiyyədəki kurkumin özü də təsiri var göbələyə qarşı, o da müalicə eləyəcək sizi. O banyo vicini nə qədər müddət içmək lazımdır o 5 damcıdan? Siz nə bildiniz ki, daxildə göbələk var? Yəni Aa, onu olubdu, bir neçə il bundan qabaq olubdu, ona analiz verdirmişdi. Həkim sonra demiş, yoxlanmamısınız, amma ki, keçib yoxsa qalıb. müalicə eləmədi də, amma baxıram ki, ayaqlarında çoxdur da, həm də qoxusu Daxildə var. göbələk olanda tək ayaq yox, bütün bədən qaşınır, hər yan qaşınır. Yox, qaxılması yoxdur yalançı olaraq. Amma ayağında baxıram ki, həm qoxu var, həm də ki, barmaqlarının altı, arası belə şey olub da, açılan kimi olubdu, qızartı var, açılan kimidir belə. Hə, onda onu dediyim kimi formada istifadə edə bilərsiniz. Üstündən də bir Hatta krem də mən müdaxilə edə bilərəm. Müdaxilə edeyim xanıma. Elə. Siz o həmin adam tapiçkası necədir? Nə geyinir? Ayaqqabı nə geyinir? Tapiçka nə geyinir? Çölə çıxanda. Hə, adi rezin tapiçkalar. Mütləq onun ayaqqabısının içərisinə də banyo vici püskürdün. Bizdə bir xanım var idi. Yoldaşı ona tapiçka alıb gətirmişdi. Tapiçkanın materialı nə idisə ayağına göbələk düşmüşdü. Tərədir də, Bunlar- tərədəndə də düşür. Əslində Çox bizim olmur. ətrafımız infeksiya ilə doludur. Biz siz ayaqqabıların tərkibi, bax məsələn baxarsınız, bir də görsən məsələn ketalar var. Ketaların çoxsunun o ucuzları ketalar var. Baxırsınız ki, bilməm bu Türkiyənin bir kanal var. Qurban. həmişə orada Allah'ın göstərirlər. olsun, gedir harda bahalısı var onu alır gətir. Özdə nə qədər ayaqqabı. Bir boynunda, Prosta bu ayağında iğnənmə olur. Yəni baxırsınız ki, onun materialını davam sırf eləyir. dəri olsa, yəni inşallah ki, heç bir problem olmur da, ayaq nəfəs alır. Amma dəri olmayanlarda ayaq yaxşı nəfəs almadığı üçün bir corab pambığı olsun, bir də ayaqqabının içərisinə də banyo vici püskürdün ki, orada ölsün də, göbələk ölsün. Çünki istər-istəməz geyinir, çıxır çölə, gəzir. Bir müəyyən müddət ayaqqabının içində olur ayağı. Elədir ki, səhər gedib axşam gəlir, biraz ayaq qalır. Lap elə adamdırsa vəbşə, ayaqqabısının içərisinə banyo vici O püskürdün. göbələk üçün bir şərait yaranır da, tərləyir. Mən də deyirəm ona, bu məhsullardan istifadə eləməyi bilmədim necə. Çox sağ olun. İndi Allah razı olsun. ayaqqabısının içini də gərək təmizləsin, ayaqqabısının içinə də vursun. Bir müddət onu da dezinfeksiya eləsin. Bizim duşgeli banyovisi ilə yusun onun içində qəşəng günəş vaxtı ev günündə. Corablarını da hər gün səhər təzə corab geyinsin. Banyovisi duş gelinə yudu, banyovisi vurdu. Təmiz corab geyinir, sonra da ayaqqabısını geyinir. Çox sağ olun. Bir də axşam gələndən sonra ayaqqabını mütləq çöldə qoysun, qurutsun və yaxud da ki, fenlə zatla içini qurudun, yaş qalmasın. O tərini qurudun ki, orada bakteriyalar çoxalır təzədən. Çox sağ olun. Allah razı olsun. Buyurun, siz sağ olun. Belə. Elvin bəy, buradasınız. Yatıb deyəsən Elvin. Bir zəng Elvin ata buradasa. bilərsiniz. Rüsalə xan, WhatsApp-dan bir dənə zəng atın. Zəhmət olmasa. Xanımlar, kimsə çıxmaq istəyirsə çıxa bilər. Artıq sonlandırmışıq. Təşkilatçı bir dənə gəlsin. Mən buradayım. Sadəcə sual verirlər, mən sonlandırmıram ona görə. Siz sonlandırın simları. Hə, sonlandırın. Heç kəsin sualı yoxdur da.